İnsan gərək hərdən namazına şükr eləyər. Milyardlarla insanların içində mənə icazə vermirsən, dəstəmaz alam, gələm sənin huzurunda 2 rükət namaz qılam. Bu balaca neymətdir. Biz bu şeyləri adiləşdirmişik, elə bilirik bu asan məsələdir. Amma mərifəti olan adamlar deyir ki, gör mən kiməm ki, sən mənə icazə vermirsən. Bir vəzifəli adamın qapısına getmək üçün ayla növbəyə dayanmaq lazımdır. Aləmlərin Rəbbisən, bir dəstəmaz alıb icazə verirsən ki, istədiyin vaxt gələm sənin huzurunda dayanam, sənə səcdə eləyəm. Bu böyük bir neymətdir ki, Allah icazə verib bizə ona səcdə eləyək. Bu mənəvi neymətlərə insan şükr eləyər. Biz ancaq bizə nəsə yetirəndə deyir, şükür sənə. Və hansısa bəlanı bizdən uzaqlaşdıranda deyir, şükür sənə ki, maşın məni vuracaqdı, vurmadı. Biz adətən belə halda, biraz cibimizə bir şey gələndə şükür eləyirik, bir də nədənsə bizi qorudu, gözümüzlə görəndə onda yadımıza düşür ki, Allah bizi qorudu. Amma bir dəfə şükür eləmirik ki, ilahi, əlhəmdülillah, sən mənim mövlamsan. Əlhəmdülillah ki, sən mənim ağamsan. Şükür olsun sənə ki, mənə icazə vermirsən, sənə bəndəlik eləyim. Məni dəvət eləmirsən ki, sənin qapıya gələ bilim. Belə halda olarsa, onda insan bəlaya da şükür eləyər. İmam Sadiq əleyhissalam buyurur ki, biz bəlalardan elə ləzzət alırıq ki, siz neymətlərdən elə ləzzət almışsınız. İmam Sadiq əleyhissalam buyurur. Bizə Allah bəla göndərəndə deyir, nə yaxşı məni sayıb, mənə Allah bəla nazil eləyib. Mənə hörmət eləyib. Bəla bizə Allahın hədiyyəsidir. Ondan sonra dedi ki, bir də bilirsən nəyə şükür edirəm? Şükür edirəm ki, Allah əlimi məndən alıb. Yəqin ki, bəlkə də bu əllə bir xəyanət eləyəcəkdim, günah eləyəcəkdim, Allah icazə vermir. Şükür Allaha ki, Allah ayağımı əlimdən alıb, bəlkə də bu ayağım olsaydı, günah yerə gedəcəkdi. Şükür edirəm Allaha ki, gözümü alıb, bəlkə də gözüm olsaydı, harama baxacaqdım. Haram bir iş görəcəkdi. Bunların hamısına görə şükür edirəm. Siz xəstə kimisiniz, Peyğəmbər buyurur. Aləmlərin Rəbbi olan Allah isə həkim kimidir. Xəstənin məsləhəti budur ki, gedə həkimə qulaq asa, deyə ki, məsləhətim nədir? Deyə yağlı yemə, deyən baş üstə. Duzlu yemə, deyən baş üstə. Filan şey qəbul elə, deyən baş üstə. Biz də gərək taleyimizi ona həvalə eləyək. O bəlalar ki, hərdən bizə göndərib, bilək ki, o bizim xeyrimizədir. O bilir, o təbibdir, qüdrəti var. Nəyə görə bizim istədiyimizi bizə vermir? Bəzən biz deyirik, bizim maşınımızda olsun, evimizdə olsun, filan filan. Amma o bilir ki, bəzən bu şeylər bizi ondan uzaq salacaq. Ondan uzaqlaşdıracaq. Bir nəfər arif adamın mən kitabında oxudum. Deyir ki, soruşdular bundan ki, necə oldu ki, sən bir məqama çatdın, belə bir məqama? Dedi ki, mən bir dəfə dua elədim Allaha, dedim, ilahi, mənim yanımda ən əziz olan şeyi məndən al, öz yanında ən əziz olan şeyi mənə ver. Mən bu duanı elədim, xəbər çatdı ki, oğlum dünyadan köçür. Mən bildim ki, bu mən Allahdan ayrılmış. Əlbəttə, insan övladını gərək çox istəsin, şübhəsiz. Amma bəzən görürsən, o məhəbbətlər həddən artıq çox olur. Allah da bizə nəyisə inayət eləmək üçün nəyisə əlimizdən alır hərdən. Allah istəyir, biz hamımız cənnətə gedək, amma bir neçə günah eləmişik və tövbəni də layiqli eləmirik. Allah bəzən bizə bəla göndərir ki, o bəlalarla günahları yusun, günah maniyəsi aradan geçsin ki, biz cənnətə gedək. Çünki hər günahın layiqli tövbəsini biz eləyə bilmirik. O günah bizim boynumuzda qalır, onda Allah deyir, onda bir-iki dənə buna bəla verim ki, bu günahın təsiri ürəyindən çıxsın. Ondan sonra dedi ki, ay Musa, həmin o qadın, səndən bir istəyim var. Musa əleyhissalam soruşdu ki, hacətin var, dedi, mənim bir qızım var ki, ona həddən artıq könül bağlamışam, mənə Allahdan uzaq salır. Dua elə ki, Allah onun məhəbbətini bir vasitə ilə mənim ürəyimdən çıxartsın. Həzrət Musa dua elədi və çıxdı getdi. Çıxartsın, yenə deyirəm, bu mənaya yox ki, insan gərək başqalarını istəməyə. İnsan bəzən başa düşür ki, nəyəsə həddən artıq könül bağlayıb. Və Allah da bəzən o şeyləri insanın əlindən almaqla insanlara əslində neymət verir. Həzrəti Musa, Allah Həzrəti Musaya vəhy elədi, dedi ki, ay Musa, məni sev, məni çox istə
və bəndələrimə də dinən ki, məni çox istəsinlər. Həzrəti Musa dedi ki, ilahi, mən səni çox istəyirəm və istəyərəm də, amma necə bəndələrə deyim ki, səni çox istəsinlər? Allah belə cavab verdi. Dedi ki, ay Musa, mənim bəlalarımın sirrini onlara başa sal, onda məni çox istəyərlər. Onlar bəzən məndən küsür bəlalara görə, sən onları başa salson ki, bəlalar özü neymətdir, bəlalarımın sirrini onlara açson əgər, onlar bilsələr bəlada nə qədər bərəkət var, o zaman məni çox istəyərlər. O zaman məhəbbət insanın ürəyinə daxil olur. O məhəbbətdən mən öz ünvanıma deyirəm, bir zərrə mənim ürəyimdə yoxdur. Çünki bir zərrə adamın ürəyində Allahın məhəbbəti olarsa, insanın dəqiq halında dəyişiklik olar. Bugün nəsə söz elə Həzrəti Musadan gəldi, Tur dağına gedirdi, bir nəfər dedi ki, ay Allahın Peyğəmbəri, Allahından istə bir zərrə məhəbbətindən ürəyimə salsın, bir zərrə. Həzrəti Musa münacat eləyəndən sonra dedi, ilahi, bir bəndə gördüm, bəndələrimdən biri idi, istədi ki, onun ürəyinə sənin məhəbbətindən bir zərrə düşsün. Allah dedi ki, duasını qəbul elədim, ay Musa, ged indi onun halına bax. Həzrəti Musa gəldi, qaydanda gördü, deyim, mən gördüm, onun bədəninin bütün zərrələri Allahı yad eləyirdi, Allahı zikr eləyirdi. Kimin ürəyində bir zərrə qədər Allahın məhəbbəti olarsa, o insan tam dəyişər görərsən. İnsanın da Allahı sevməsi üçün onun neymətlərini dəyərləndirməyi lazımdır. Onun neymətlərini tanıması lazımdır. Və o neymətlərdən biri də Əhl-i Beytin vilayətidir ki, bunu da deyim, sözümü tamamlayayım. Deyirlər, bu zikri çox deyin. Əlhamdülillah aləl vilayə. Şükür olsun ki, bizi əleyhissalamı və Peyğəmbər Əhl-i Beytini sevənlərdən qərar verdin. Böyük neymətdir bu. Xoş o gənclərin, cavanların halına ki, belə bir zamanda Əhl-i Beytin yolunu tutublar. Xoş o ağsaqqalların halına ki, saqqalını, saçlarını Əhl-i Beytə xidmət yolunda ağardıblar. Bu məktəbə, bu əqidəyə xidmət yolunda ağardıblar. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına, dedi, ənəl fəqir. Dedi, yəbnə Rəsulallah, mən fəqirəm, kasıbam. İmam Sadiq baxdı, dedi, əntəl ғəni. Dedi, yox, sən kasıb deyirsən, sən varlısan. Sənə dalıyca dəlil gətirdi sözünə, dedi, sənə 10.000 qızıl dinar verim, bizim Əhl-i Beytin məhəbbətindən bir zərrəsini verməyə razısan, dedi, yox. 20.000 verim, dedi, yox. 100.000 verim, dedi, yox. Dedi, bütün dünyanın hamısını sənə verim, biz Əhl-i Beytin məhəbbətini verməyə razısan, dedi, yox. Dedi, gördün ki, varlısan. Sənə Allah verdiyi neymət dünyanın hamısından üstündür. Bütün dünyada var olan, görünən, görünməyən neymətlərdən üstündür ki, Allah Əhl-i Beytin məhəbbətini bizim ürəyimizə daxil edir. Allah İmam Hüseyn əzadarlığını bizə qismət edir. İnsanlar var, 50-60 il yaşayıb, vallah belə insanlar var. Bir dəfə qismət olmayıb ki, İmam Hüseynin əzasında. İnsan var, deyim, mən məscidin qapısını heç tanımıram, tanımayacam da ölənəcəm. Amma Allah bizə o qədər neymət verib ki, bizi bu insanların arasından seçib və öz yoluna hidayət edir. Ən böyük neymət budur və Allahdan ən yaxşı dualardan biri də budur ki, həmişə istəyək ki, ilahi son nəfəsimizə qədər hidayəti və Əhl-i Beytin vilayətini bizim əlimizdən alır. Dünyadan köçən məqamda o zaman ki, əleyhissalam deyir, hamının başının üstünə gələcəm, hamının, bütün ölənlərin, kafir ola ya mömin. Amma möminlər ki, məni seviblər, bir ömür mənim məhəbbətimlə yaşayıblar, öləndə məni görəndə şad olacaqlar. Adam sevdiyi adamı görəndə sevinər də təbii. Amma mənə düşmən olanlar məni başlarının üstündə görəndə qəzəblənəcəklər. Onların axirət səfəri qəzəblə başlayacaq. Onlar əlini görüb qəzəblənəcək. Amma xoş o adamın halına ki, dünyada məni sevib və ölən anda da gözünü açıb məni başının üstə görür, sevinir ki, sevdiyimə qovuşuram və bu halda da dünyasını dəyişir. Allah verdiyi neymətləri əlimizdən